da böyük bir göl var idi. Qərara gəldilər ki, uçub ora getsinlər. Fikirləşib qərara gəldikdən sonra günlərin bir günü Tısbağa ilə məsləhətləşdilər. Düzdür, uzun müddət biz burada yaşayırıq. Artıq bura uyğunlaşmışıq. Lakin bu il su azaldığı üçün yaşamağımız mümkün deyil. Buna görə də başqa çarəmiz olmadığından dağın arxasındakı gölə getmək qərara gəlmişik. Amma səndən uzaq düşdüyümüzə görə çox narahat olacağıq. Tısbağa bu sözləri eşidib çox qəmli halda dedi. Siz məni tək tənha burada qoyub getsəniz, mən tənhalıqdan və qəm-qüssədən ölərəm. Elə edin ki, hara olur olsun, amma bərabər olaq. Ördəklər dedi. Biz də çox istəyirik ki, bərabər olaq. Lakin nə etmək olar? Burada gölməçə artıq